müğənnilər də var. Düzdür, əslində mən biraz məyus oldum. Prosta Şəbnəmdən söhbət açıldı. Bizim binanın yanında bilirsiniz də tərəvəz mağazası açılır. Baxdım, gördüm polkalarda Şəbnəm Tovuzlu ilə başqa bir müğənninin şəkili. Öz-özümə dedim, Şəbnəm Tovuzlunun buna ehtiyacı varmı? Meyvə tərəvəz mağazasının açılışıdır. Şəbnəm Tovuzlunun şəklini. Şəbnəm Tovuzlu mu? Şəbnəm Tovuzlu və başqa bir müğənni. Meyvə tərəvəz. Meyvə tərəvəz dükanı açılır, mağazası. Orada onun şəkli açılışda Şəbnəm Tovuzlu gələcək. Mən inanmıram ki, Şəbnəmin buna ehtiyacı olsun. Hələ olacaq. Olacaq, açılışı olacaq nə vaxtsa. Bizim binanın yanında yerləşir həmən dükan, indi açılacaqdır. Şəkil əgər qoyulubsa deməli. Şəkili vurulub, açılışa özəl olaraq Şəbnəm Tovuzlu və hansısa flankəsə nəsə yol kənarındadır. Yol kənarında binanın altında bir yerdir, bizim binamızın altında. Amma ki, Şəbnəmi yaraşdırmazdım mən. Mən bilirəm, onun buna ehtiyacı da yoxdur. Bilmirəm, özünün xəbəri var ya yoxdur, bəlkə onlar xəbərsiz. Bəlkə yaxınının polkası da açılır. Yox, lazım deyil elə dükanlarda, yenə salon falan. Yenə öz işi deyil, mən heç bir müdaxilə eləmirəm. Amma Şəbnəmə yaraşdırmazdım. Digər müğənni tanıyırıq mı? Tanınır. İndi onun da adını çəkin. Çəkin. Şəbnəmin səsi var. Yox, digər müğənni kimdir? Ülviyə Namazova. İkisi də polka açılır, meyvə tərəvəz dəfninin açılır. İkisinin də şəkili vurulubdur. Bilmirəm, xəbəriniz var, yoxdur. Yəni, mən gördüyümün şahidiyəm. Yəni, vurulubdur şəkliniz. Bəlkə də onların... Şəkili çəkmirsən polka. Yox, nəyim, yuxulu-yuxulu səhər-səhər gələndə gördüm. Amma bir qədər mənə lazım deyil. Sadəcə Şəbnəmdən söhbət açıldı deyirəm ki, Şəbnəmin yaxşı səsi var. Zil səsi var. Yəni, el arasında belə bir deyim var, zilxan oxuyandır. Amma ki, o səsi hara xərcləyir? Önəmlisi odur. Bəlkə də heç xəbərləri yoxdur. Sadəcə bir şəkillərini vurublar. Amma meyvə tərəvəz deyəndə... Yox, da istəyirəm, əlaqə saxlayarlar. Nə problem var ki? Yəni, meyvə tərəvəz mağazasının açılışı nə boyda ola bilər? Nə boyda mağazadır o? Sizin studiyadan qat-qat kiçik. Yəni, bu balaca bir yerdə... Nəsə polkalar düzülmüşdür, meyvə tərəvəz, nəsə belə... Gilas satırlar, nə bilim, kiyələr satırlar, xiyar badımcan satırlar. Səhər-səhər yuxulu-yuxuluydum, elə baxdım, şoka düşdüm ki, bu yağla Şəbnəmin bura nə aidiyyatı var? Yəni Şəbnəmin... Yuxuda görməmisiniz bunu? Yox, xeyr, xeyr.